Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi asan və tez başa gələn qəlyanaltı hazırlayacağam. Bunu necə hazırlayacağam? Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə həyətimi sizə göstərim. Həyətimdən qısa bir vlog çəkmişəm sizlər üçün. Burada arılarımı göstərirəm. Baxmayaraq ki, şəhərdə yaşayıram, kiçik bir həyətim var. Çalışdığım qədərilə əkib becərirəm ki, tam təbii qidalanaq deyə. Gördüyünüz kimi spanaqlar necə gözəl çıxıb, spanağın da nə qədər faydalı olduğunu bilirsiniz. Bütün göyərtilərdən əkirəm. Hansı göyərtilərdən yığacam? Kişniş, şüt, spanaq, nanər, soğan. Bu göyərtilərdən yığacam. Burada da sizə cücələrimi göstərirəm. Gördüyünüz kimi həyətim kiçik də olsa bacardığımı edirəm. Biraz da nanə yığıram. İnanın ki, həyətə düşəndə göyərtilərin ətri insana o qədər xoş gəlir, tam təbii, çox gözəl. Göyərtilərimin hamısını yığdım və bunları təmiz-təmiz yuyuram. Hər bir kəs bacara bilir, sadəcə etmək lazımdır. Bunu hər kəs bacarır. Göyərtilərimi doğrayıram. Hamısını bir-bir göstərirəm ki, hansı göyərtilərdən istifadə etdim. Əgər ürəyiniz qutab istəyirsə, bişirməyə tənbəllik edirsinizsə, düşünürsünüz ki, xəmiri kim yayacaq, hazır lavaşlardan alıb bu cürə bişirsəz daha dadlı olur. Həm tez, həm də asan başa gəlir, amma çox dadlı, ləzzətli alınır. Göyərtimizi də hamısını doğradım, artıq hazır oldu. Burada Holland pendirini rəndədən keçirdirəm. Holland pendiri vacib deyil. Məndə sadəcə evdə olduğu üçün düşündüm ki, qalıb xarab olacaq. Qoy bunu mən buna əlavə edim. Həm dadlı alındı. Pendiri də rəndədən keçirtdim. 2 paska lavaş almışam. Hər şeyi hazırladım, keçirəm bükməyə. Gördüyünüz kimi lavaşın içərisinə biraz göyərti qoydum. Üstünə biraz duz və Holland pendirini əlavə edib gördüyünüz formada bükürəm. Bilinçik formasında. Bu da sonuncudur. Gördüyünüz kimi göyərtim bitdi. Axırıncıdır bu.
Hamısını eyni qayda ilə bükdüm. Keçirəm bunları qızartmağa. Tavamıza biraz duru yağ əlavə etmişəm və bunları qızardacağım. Hər iki özünü qızardıram. Bişməsi də tezdir. Gördüyünüz kimi artıq hazır oldu, bişdi. Yenidən tavamıza düzürəm. Artıq qəlyanaltımız bişdi, hazır oldu. Gördüyünüz kimi asan və tez başa gələn çox dadlı, ləzzətli yeməyimiz hazır oldu. Bəli, dəyərli izləyicilərimiz, bir faydalı videonun daha sonuna gəldik. Siz bunu istəsəz belə də yeyə bilərsiniz və yaxud qatıqla da yeyə bilərsiniz. O artıq sizin zövqünüzə bağlıdır. Hələlik bu qədər. Sağ olun, Allah'a əmanət olun. Paylaşdığım videolar kimlərəsə fayda olursa, videolarımı bəyənməyi unutmayın.